Xəbər verdiyimiz kimi Azərbaycanda 2 nəfərə ürək köçürülmə əməliyyatı baş tutub. Ölkədə və bütövlükdə Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyinin köçürülməsi təkcə tibbi deyil, həm də ictimai baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Bu əməliyyat bir insanın həyatını xilas etməklə yanaşı, ölkədə transplantologiyanın real imkanlarını və gələcək perspektivlərini də gündəmə gətirib. Əməliyyat olunan gəncin səhhətinin yaxşı olması isə cəmiyyətdə orqan donorluğu ilə bağlı müzakirələri daha da aktivləşdirib. Meyitdən ürək köçürməsi ilə bağlı həkimlər bəs bununla bağlı nə deyir? Bu cür transplantasiya əməliyyatları beyinlə bağlı ola bilərmi? Bu mümkündürmü? Tibb üzrə ekspert Adil Qeybullanı eşidək. Əvvəla qeyd edim ki, bugün orqan nəqli bütün dünyada inkişaf etməkdədir. Çünki insanlar həm artır, ömür uzanır, xəstəliklər də artır və orqanlara ehtiyacı olanların sayı da təbii ki artır. Və ona görə dünyanın hər yerində bir donor bankı var və bu donor bankında müxtəlif orqanlar peyda olduqca onlar növbədə duran şəxslərə şəffaf şəkildə köçürülür. Yəni o siyahı ümumi bir şəffaf nəzarət altındadır. Və orqan mənbəyi kim ola bilər? Birinci, beyin ölümü keçirmiş, yəni geri dönüş olmayan artıq şəxslər, müxtəlif travmalar, qəzalar, reanimasiyada yatan, uzun müddət xəstələr və s. Amma praktiki həmin orqan sağlam olmalıdır. İkincisi isə təbii ki, sağlam şəxslər, canlı insanlar, hansılar cüt orqanların birini verə bilər, qaraciyərin bir hissəsini verə bilər və s. Amma bu, bilirsiniz ki, bu məsələnin hüquqi tərəfləri üzərində mən dayanmaq istəmirəm. Çünki burada da müəyyən hüquqi tənzimləmələr var. Kriminallara yol açmasınlar deyib, yol olmasın deyib. Ona görə müəyyən hüquqi tənzimləmələr mövcuddur. Və hal-hazırda dünyada donuzlar üzərində çox ciddi işlər gedir və molekulyar biologiyanın ən müasir nailiyyəti ilə donuz orqanlarının insan orqanlarına adaptasiyası, gen mühəndisliyi vasitəsilə və o donuz orqanlarının orqan mənbəyi kimi istifadə edilməsi. Bu məsələ hələlik tam klinik həllini tapmasa da çox ciddi şəkildə klinik mərhələyə yaxınlaşmaqdadır. Ona görə də mən düşünürəm ki, yaxın gələcəkdə bu sayədə perspektivlər daha çox olacaq. O ki, qaldı hansı orqanlar köçürülə bilər? Hələlik baş beyin köçürülə bilməz. Yəni, baş beynin insana köçürülməsi hələlik mümkün deyil. Onurğa beyni də həmçinin. Ona görə də qalan orqanlar, deməli, insan orqanizmi, ağciyərdir, ürəkdir, mədaltı vəz, qaraciyər, böyrəklər, bağırsaq və s. dəri, sümük hissələri, yəni gözün quzehli qişası və s. insana köçürülə bilir, amma beyin hələlik deməli köçürülə bilmir və məsələn göz bütövlükdə köçürülə bilmir. Niyə? Çünki beyinə bağlıdır. Yəni bu məsələlər ola bilər gələcəkdə həllini tapsın, amma hansı formada indi bir yeni üsullarda paralel gedir. Bunlar kötü hüceyrələrindən müxtəlif orqanların inkişafına stimul verilməsi istiqamətidir. Amma hər halda orqan köçürülməsi hələlik alternativsiz bir metod olaraq qalır.